Salam ay millət, salam. Ara, gündə qulaq bir söz eşidiməsə, valla kar olar. İnanın mənə. Nəyə görə belə deyirəm? Ara, bu İlqar Hacıyevlə Mehman Zeynəb gör nə inədilər. Sən demə, bu İlhamın gəlini, Alona, balam bilinmir nə çıxır. Bilinmir də, açıq bir an deyim bundan. Mən ki vaxtı ikən danışırdım, deyirdim, Elşadla bərabər bir 4 il, 5 ildən qabaq söhbətlər edirdi, heç kim inanmırdı ki, gəlin ocağa çəkər. Niyə deyirəm gəlin ocağa çəkər? Çünki Heydərin anası Şamiyanın dost doğmaca bacısıdır. Bir bacısı Heydərin anasıdır, bir bacısı da Süleyman Dəmirəlin anasıdır. Adam, bunlardan ta olmayan fışdırıqlar çıxmayıb. Amma Heydərin anasını Azərbaycanda da ensiklopediya axtarsınız, anası barədə bir söz tapmazsınız. Heydərin anasını Naxçıvanda yandırdılar. Həqiqətən deyirəm sizə ya, yandırdılar. Bunu da mənə bir Naxçıvanlı demişdi, 91-ci ildə. Yəni, onunla biz çox yaxın həm dost olmuşuq, həm də ki, bir çox işlər görmüşük. Bu dedi ki, mənə də dedi, atam danışıb bunu. Deməli, Naxçıvanda bunun anası, satanik, super fahişəlik eləyirdi. Kişiləri yoldan çıxartırdı. Elə sinə oynadırdı, döş oynadırdı. Elə götünüb dalını, bağdırını burcudurdu ki, kişilər havalanırdı, evə gedmirdilər. Naxçıvanın həmin bu kişilərin arvadları, həmin o arvadları, özü bir günə 5-6 kişini yola salırdı ya, bu Şamiyanın bacısı. Bu Naxçıvan arvadları hamısı yığılırlar bir yaşab, kişilər niyə evdə gecə gəlmirlər? Başlar güdməyə ərlərini. Baxıb görürlər ki, sən demə, bu satanik Heydərin anası elə fırılıqlardan, elə döş oynadır, elə baldır oynadır ki, o da kişilər ta gedirlər gecəni bundan kef çəkirlər səhərizdən. Hər şey bacarırmış. 21-ci barmağı boğaza soxumaqdan tutmuş, dalı qavağı, döş arası super işləyirmiş. Nəysə, müxtəsər, arvadlar yığılırlar, bu tualetə girəndə, bu qancıq, deməli, Heydərin anası, tez qaçırlar, bağlayırlar qapını, nöğüt, benzin, əllərinin nə düşür, yanan şey, hamısını atırlar bu tualetin içine, bu orada bağıra-bağıra, cıra-cıra özünü yanır. Bax, beləsinə Heydərin anasını, boşum dünyasını dəyişir. Alovun içində, fahişəliyinə görə ya, Naxçıvan arvadları yığılırlar, bunu yandırırlar. İndi mən Mehmanla baxanda da mənə İlqar yollamışdı, bir də Elman yollamışdı o şeyi, o söhbəti. Baxanda dedim ki, valla gəlin ocağa çəkib, deyəsən bunu da yandıracaqlar. Baxın da, çünki bu barlarda, şındırıq, vırmazlar, ona bu dəhşətdir ki, ala. Özlərinə, yəni ki, millət biz sizə deyirdik ki, bunlar fahişə ailədir, bunlar uğraşdır, bunlar gözlərlə görüb götürəndir. İnanmırsınız, o bana gündə bir dənə bunlardan oyun çıxır. Baxın da bu ərdə olubdur, gör bu kimlərlə oyunlardan çıxıb, hansı oyunlardan, bunu da gətirib Heydərə veriblər. Çünki Heydər debildir, ağlı yoxdur. Bunu da prezident eləmək istəyirlər. Bu qədər də yəni dözmək olar buna. Bir millət olaraq mən sizə nə demişəm? Demişəm ki, təşkilatlanın, hazır olun. Yabadan tutmuş, baltadan tutmuş, zəncirdən, qılıncdan tutmuş, hər şeyi. Qabil də axır bunu eşidib, Qabil də havalanıb. Mən sizə həqiqət deyirəm. Qabil dünən bu barədə nələr danışdı, nələr dedi. Bir onu Allah, Mehmanı da dəvət elədi. Hələ dedi, dalı var mı onun? Yəni ki, bu kimlərlə, hardansı oyunlardan, fıdırlarlardan çıxıb. İndi siz baxın da, ona görə də sizə deyirəm ki, hazır olun, qılıncdan tutmuş, baltadan, lapatkadan, bax o patsimliklər, balaca patsimliklər, onları sındırın içində şariklər var, ondan çox yığın, başa düşürsünüz, həddindən artıq çox yığın ki, elə vurasınız rəqatka ilə ki, elə orada gəbərib qalsın o polis, bunun uğraş polisləri, buna yaltarlıq eləyənlər, sizi əzib döyənlər, başa düşün də. Bir də ki, sizə mən dönə-dönə deyirəm ki, fitil düzəldir. O fitil sizi çox şeydən qutaracaq. 100 qramlıq, 150 qramlıq şüşə qablar, nazik şüşə qablara deməli alırsınız 2 litr maşın yağı, sələrka və benzin. Tək benzindən düzəltməyin. Niyə? Çünki tək benzin dəyir, axır, sönür.
Amma onun içinə bu yağı qatanda, necə deyərlər, nöğütü sələrkanı qatanda, benzinlə, hələ bacara bir söz, toz halında o 72 sabını da biraz törkadan keçirdin, atın onun içinə o qalsın, qaçışdırın. Ala yapışacaq, özdə sönmək bilmir, yandıracaq bu oğraşları. Məhv eləyəcək. Mən həqiqəti deyirəm. Abalam Elşad üçün nümunədir, Allah saxlamışlar. Mirzəli üçün nümunədir. Manaf da boğazını cırır. Orxan ta orada nələr demir ta. Qeyri başqaları da var, hansılar ki mücadilə edirlər, bu ayda söhbətlər edirlər. Abalam, dinə məhzəbə yanında qalxmaqla üçün hazır olun da. Sizə başqa söz demirik ki. Demirik ki, bizə pulu verir. Biz deyirik ki, Azərbaycanda yeni bir həyat quraq. Qanun şah olsun. Prokurorluq, hakimlər xalq üçün işləsin. Haqqı ədalət üçün işləsin. Allahın elə birinci adı haqqı ədalət. Haqqı ədalət uğrunda kim mübarizə aparmırsa yeri cəhənnəmlikdir. O susanlar. Kimlər də yaltaqlıq edir, onlar da işte biz onların Əzrailiyik. Kimlər ki bu İlhamın o bu 2 dəfə qumarda uduzan dağılına yaltaqlıq eləyirsə, onların da ki başa düşün də biz Əzraili. Qabil onların Əzrailidir, mən onların Əzrailiyəm. Yəni mən siz sivil yolla çağırmıram. Deyirəm ki, döyüşə hazır olun. Başa düşün. Mübarizə eləməliyik biz. Qanla gələn qanla da getməlidir. Bunu siz gərək dərk eləyəsiniz. Dərindən dərk eləyəsiniz. Ay oğluma həyat qura bilmirsən. Evvə çörək ala bilmirsən. Hər şeyə həsrətsən. İstəyir belə toyuğu olsun. İstəyir ət olsun. İstəyir makaron vermişin olsun. Rahat uşaqlı şəhərdə gəzə bilmir. Oğurlayırlar. O 14-15 yaşında oğlan uşaqlarını, qız uşaqlarını aparıb zorlayırlar. Nə qədər bunlar aparıb oğurlayıb orqanlarını satırlar. Böyüklərin də, əskərlərin də orqanlarını satırlar. Avalan başa düşün də, bax, atılmışsınız, zabit idiniz, əskər atıblar sizi, baxmırlar. Qazilər sizə qulluq eləmirlər. Bax, keçən səfər mən nə dedim, sizə sual verdim ki, Azərbaycan sənin üçün nə eləyib? Bəs sən Azərbaycan üçün nə eləmirsən? O hərbidə bəzi oğraşlar var, general zat rütbəsi. Ala ondan sözünə qulaq asmayın, ondan başı üzülməlidir. Döyüşə çağıran kim həmin o generallardır, ya o polkovnikdir, o nə bilim mayordur, o nə bilim polisdir. Hansılar ki İlhamın götünü yalayır, hamısının təpəsinə güllə vurmalısınız. Həmin o polisdə olan işləyənlər, hansılar ki öz millətin, öz xalqını sevir. Başa düşürsünüz? 50 obalı ayağa qalxmalıyıq ki, bunların ağzını cıraq biz. Başa düşün, bütün Bakırlarıma deyirəm, hala. Bir kəlmə mənim sözümə, bütün mənim Bakırlarım ayağa qalxmalıdır Bakıda. Məsələni də təmiz bunları bölmək üçün 300 bin bunların ordusu var. Mən bunu dəqiq nəsə edirəm. Səlyan bir yandan qalxmalıdır, Sumqayıt bir yandan qalxmalıdır, Gəncə bir yandan qalxmalıdır, Yevlaxdır, necə deyərlər, Şəkidir, ondan sonra Füzulidir, nə bilim, hansı bir boy rayon hər yanda ayağa qalxmalıdır, hamı eyni gündə ki, bunlar parçalansın orduları, siz də bunları eşün, deşün, leş eləyək. Mənlə, Qabillə, Elşadla, Orxanla, Mirzəli ilə bərabər, necə deyərlər, Manafla bərabər, hamınız döyüşə hazır olun. Məni düzgün başa düşün mən bu sözlərimi. Bəsdir diləndik ta, bəsdir ta, hər şey həsrət qaldıq. Sərbəst biznes, yeni texnologiya, zavod, fabrik, yeni yollar, yeni hər şey yeni açacaq. Həm Güney Azərbaycanda, həm Quzey Azərbaycanda. Hamıya aiddir bu, hamıya. Həm cənubə, həm şimala aiddir. Başa düşün. Biz gərək ağıllı insanlarımızı gətirib vəzifəyə qoyaq və onlara daim nəzarət eləyək. Biz bunu həyata keçirtmək istəyirik, yaxşı yaşamaq üçün. Ta qaçqın qalmayasınız Avropada, SNG-də, Rusiyada, nə bilim, Ərəb ölkələrində, nə bilim, harada, burada, orada qalmayasınız qaçqın. Hamı döyüşə hazır olsun. Hamı nəyə bacar onu hazırlasın özündə. Silahlansın, dediyim kimi, nələr demişəm, onları həyata keçirdir. Məni düzgün başa düşün, ay Allahın bəndələri. Aslanın erkəyi kişisi olmaz, istəyir onun qızı olsun, kişisi olsun. Çünki sizə yaşamağa yer qoymayıblar. Hamballıqdan, fahişəlikdən, oğraşlıqdan başqa, satqınlıqdan başqa. Öpürəm hamınızı qəlbən, hazır olun mən dediyim döyüşlərə. Həqiqətən, hazır olun. Allah əmanəti, Allah əmanəti.